Azərbaycanda orta məktəb şagirdləri üçün keçirilən 2026 iqtisadiyyat müsabiqəsinin nəticələri elan olunub. Müsabiqə məktəbi regional və milli mərhələlər üzrə təşkil edilib. Yazılı və şifahi imtahanların nəticələrinə əsasən ölkə üzrə top 10 finalçı və top 3 qalib müəyyənləşdirilib. Mərasim zamanı Yunanistanda keçiriləcək beynəlxalq final mərhələsində Azərbaycanı təmsil edəcək top 3 və top 10 qaliblərinin adları rəsmi şəkildə elan olunub. Qaliblərə təşəkkür sertifikatları təqdim edilib. Layihənin növbəti illərdə daha çox məktəb və şagirdi əhatə etməklə daha geniş miqyasda həyata keçirilməsi planlaşdırılır. Məqsəd yuxarı sinif şagirdləri arasında iqtisadi savadlılığı artırmaq, analitik və tənqidi düşünməyə bacarıqlarını inkişaf etdirməkdir. İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən həyata keçirilən proqram Elm və Təhsil Nazirliyi tərəfindən dəstəklənir və proqramın əsas məqsədi bütövlükdə iqtisadi elminin təşviq edilməsi və məktəblərdə iqtisadi savadlılığın artırılmasına nail olmaqdan ibarət. 2026-cı ildə keçirilən iqtisadiyyat müsabiqəsində 2000-ə yaxın məktəbli müsabiqəyə qatıldı və iştirak etdi. Artıq müsabiqənin yekunları bəllidir və müsabiqə nəticəsində 12 şagirdimiz, 2000-dən 12 şagirdimiz bu proqramın qalibi oldular və həmin 12 şagirddən 3 şagird növbəti ay Qazaxıstanda keçirilən komitə iştirak edəcək. Eləcə də avqust ayında Yunanistanda keçirilən beynəlxalq müsabiqədə iştirak edəcək. İqtisadiyyatla bağlı professorların kitablarını oxuyaraq hazırlaşmışam. Digər tərəfdən isə internetdə mövcud olan pulsuz resurslardan, mövcud olan geniş resurslardan yararlanaraq, eyni zamanda da həmin iqtisadiyyatla bağlı, müsabiqə ilə bağlı olan testləri həll edərək bu müsabiqəyə güclü olaraq hazırlaşmışam. Əslində bu 4-cü dəfə idi. Həm digər illərdə isə artıq bu müsabiqənin beynəlxalq turunun mükafatçısı olmuşam. Bürünc, gümüş medalçısını əldə eləmişəm. Ölkəmi layiqincə təmsil etmişəm.